İlk baxışdan elə görünə bilər ki, bu insan sanki yerin üzərində süzür, ayaqları heç yerə dəymir. Amma əslində o xüsusi bir texnikadan istifadə edərək çox sürətlə hərəkət edir və bu inanılmaz dərəcədə hamar görünür. Bu hərəkət tərzi ruh gəzintisi adlanır və məhz Rus baleti sayəsində bütün dünyada məşhurlaşıb. Bu heyranedici addımı ilk dəfə nümayiş etdirən rəqs truppası yerə qədər uzanan uzun kostyumlar geyinirdi. Beləliklə rəqqasların ayaqları tamamilə gizlənirdi. Nəticədə elə bir qorxulu illüziya yaranırdı ki, sanki insanlar yerimirlər, yerin üstündə kölgə və ya ruh kimi sürüşürlər. Bu mənzərəni görən tamaşaçılar həmin hərəkəti ruh gəzintisi adlandırmağa başladılar. Lakin bu sadə görünüşün arxasında heyrətamiz bir çətinlik dayanır. Belə bir hərəkətə nail olmaq üçün illərlə məşq və dəmir intizam lazımdır. Rəqqas həm sürətli, həm də hamar hərəkət etməli, heç bir təkan və ya görünən addım göstərməməlidir. Kiçik bir səhv və ya əlavə hərəkət və sehr yoxa çıxır. Ən dəhşətlisi isə odur ki, bu rəqsin özü döyüş meydanında itkin düşmüş ruhları, müharibə xarabalıqlarında əbədi qalanları simvolizə edir. Səhnə bu ruh